Diqqətli olun, xəbərdarlıq edirik. Son günlər tənha və ahıl vətəndaşlara xaricdən edilən zənglər müşahidə olunur. Dələduzlar sosial mühəndislik üsulu ilə xüsusən yaşlı insanların ailə üzvləri haqda məlumatlar toplayır, daha sonra onlara zəng edərək yaxın qohumunuz xəstədir, müalicəsinə təcili pul lazımdır və yaxud övladınız ağır qəza keçirib, yaşamasına maddi vəsait tələb olunur tipli yalan məlumatlarla onların kövrək hisslərinə toxunurlar. Hətta zərər çəkənləri inandırmaq üçün təsir edici səs tonu ilə danışır və yaxud səs klonlamasından istifadə edirlər. Ahıl və tənha vətəndaşları öz saxtakarlıqlarına inandırdıqdan sonra isə sosial şəbəkələrdən sifariş etdikləri kuryeri həmin ünvana göndərir və pul vəsaitini mənimsəyirlər. Polis əməkdaşları tərəfindən kibercinayətkarlıqla mübarizə çərçivəsində mütəmadi olaraq əməliyyat texniki tədbirlər davam etdirilir. Belə dələduzların qurbanına çevrilməmək üçün yalnız bir yol var. Edilən zənglərə maksimum diqqətlə yanaşmaq və tanımadığınız şəxslərə inanmamaq.